Reabilitasiya mərkəzlərinin fəaliyyəti ilə bağlı Ombudsman aparatına ünvanladığım sorğunun cavabı gəlib və çox maraqlı və ətraflı məlumat var. Bununla bağlı siz ajansal saytına daxil olaraq xəbər əldə edə bilərsiniz. Qısa tezisləri diqqətinizə çatdırıram. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə Ombudsman yanında psixi sağlamlıq və insan hüquqları sahəsində işçi qrupu yaradılıb. Bu işçi qrupuna müvafiq sahədə ixtisaslaşmış təcrübəli ekspertlər də cəlb olunub və ölkə üzrə əhalinin psixi sağlamlığının təmin edilməsi sahəsində fəaliyyət göstərən müəssisələrə baş çəkmələr həyata keçirilib. Müxtəlif asılıqlarla narkomanlıq, alkoqolizm, qumar asılığı və s. bağlı reabilitasiya xidmətləri təklif edən mərkəzlərin fəaliyyəti, həmin müəssisələrdə saxlanma şəraiti, rəftar, tibbi xidmətin keyfiyyəti, pasiyentlərin hüquqlarının təmin olunması vəziyyəti ilə yerindəcə tanış olmaq məqsədi ilə işçi qrup tərəfindən paytaxt Bakıda və Abşeronda yerləşən bir neçə reabilitasiya mərkəzində monitorinqlər aparılıb və nəticələr barədə ictimaiyyət müvafiq qaydada məlumatlandırılıb. Lakin işçi qrup tərəfindən aparılan monitorinqlər və təhlil işi bu müəssisələrin fəaliyyətində insan hüquqları baxımından ciddi narahatlıq doğuran məqamların olduğunu aşkara çıxarıb. Aparatdan bildiriblər ki, monitorinqlərə yanaşı son dövrdə bir sıra reabilitasiya mərkəzlərinin başqa bir narahat edici fəaliyyəti müşahidə olunmaqdadır. Bu, reabilitasiya prosesinə cəlb olunan şəxslərin görüntülərinin, söhbət foto və videolardan gedir, sosial şəbəkələrdə və mediada paylaşılması halları artmaqdadır. Bu materiallar adətən həmin mərkəzlərin reklamı məqsədi ilə geniş auditoriyaya təqdim olunur, müalicənin nəticələri kimi nümayiş etdirilir. Burada eyni zamanda bu açıqlamada insan hüquqları ilə bağlı, onların qorunması ilə bağlı Ombudsman aparatının xüsusi vurğuladığı məqamlar var. Qeyd edirlər ki, unutmaq olmaz ki, asılıqda müalicə alan şəxs sonradan sağalıb normal həyata qaydanda vaxtilə onun haqqında yayılmış xoşagəlməz məlumatlar və görüntüləri həmin şəxsin sosial adaptasiyasına mənfi təsir göstərə bilər. Bundan xüsusi olaraq vurğulayırlar ki, həm beynəlxalq, həm də milli hüquq normaları şəxslərin ləyaqətinə rəftar görmək və toxunulmazlıq hüquqlarını qoruyur. BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyanın 22-ci maddəsinə görə iştirakçı dövlətlər sağlamlıq və reabilitasiya haqqında məlumatların məxfiliyini mühafizə edirlər. Və burada bir çox detallar var və bunların hamısını bir-bir sizin üçün oxuyub vaxtınızı almaq istəmirəm. Amma demək istəyirəm ki, Ombudsman aparatına, Səbinə xanım Əliyevaya bu məlumatı verdiyinə görə, mənim sorğuma cavab verdiyinə görə, ətraflı məlumatlandırdığına görə və həqiqətən də narahatlıqlarını ifadə etdiyinə görə təşəkkürümü bildirmək istəyirəm. İzləyicilərə isə demək istəyirəm ki, mən reabilitasiya mərkəzləri ilə bağlı məlumat paylaşanda mən demədim ki və demirəm ki, reabilitasiya mərkəzləri bağlanmalıdır. Xeyr, sizin xəbəriniz yoxdur, amma bəlkə də bilmirsiniz. Mən deyim, bizə çox sayılı zənglər gəlir. İnsanlar skoçla bağlanıb əziyyət verildiyini deyirlər, onlara qarşı orada düzgün münasibət göstərilmədiyini deyirlər. Söhbət bir sıra reabilitasiya mərkəzlərindən gedir. Mənim araşdırmam zaten bu istiqamətdə davam edir. Amma bəli, reabilitasiya mərkəzlərində insan hüquqlarının qorunması, o şəxsləri müalicə edən şəxslərin həkim tibbi təcrübəsinin olub-olmaması, bütün bunlar qanunla tənzimlənməlidir. Və orada bir hadisə baş verəndən sonra sizi müdafiə edən, gizli yolla, hansısa qaydalarla sizə çətir olan insanlar sizin arxanızda dayanmayacaqlar. Və mən çox sevinirəm ki, mənim bu məsələni qaldırdığımdan sonra bir sıra reabilitasiya mərkəzlərində artıq insanların üzü veriləndə onlara bulur vururlar, üzlərini göstərmirlər, özlərinə bir çəki düzən verənlər var. Amma bir sıra yerlərdə kirayə götürdükləri, bağlarda, müəyyən yerlərdə gizli-gizli fəaliyyət göstərənlər var. Bizim istədiyimiz odur ki, orada müalicə alan şəxslərə qarşı düzgün rəftar edilsin və həmin reabilitasiya mərkəzləri qanuna uyğun hərəkət eləsinlər və mən bir daha Ombudsman aparatının bizim sorğumuza cavab verməsinə, bu məsələyə belə operativ reaksiya verdiyinə görə təşəkkür edirəm və əzizlərim, xüsusi olaraq da vurğulamaq istəyirəm ki, reabilitasiya mərkəzlərinin sayı qoy çox olsun, amma qanunla işləsinlər və insan hüquqlarını tapdalamasınlar. Və mən sevinirəm ki, jurnalist kimi mənim gündəmə gətirdiyim bu mövzu artıq öz müsbət effektini verməkdədir. Necə ki, bir sıra reabilitasiya mərkəzlərindən mən artıq görürəm ki, yenə deyirəm, özlərinə çəki düzən verməyə başlayıblar və Azərbaycan qanunları ilə də işləyəcəklər. Bunun başqa yolu yoxdur. Gələcək üçün yəqin ki, lisenziya da tətbiq edilməlidir. Bu artıq bizim parlamentdə əyləşən deputatların işidir. Bununla bağlı yəqin ki, məsələ öz həllini tapacaq. Təşəkkür edirəm.